5-ci sualı nəzərdən keçirdək. 0,4 vurulsun 64 SO2 8,96 litr normal şəraitdə 0,4 mol deməkdir. 0,4 vurulsun 32 1,6 qram hidrogen 0,8 mol deməkdir. Və aşağıda bunların mollarının cəmi 0,4 0,4 0,8 1,6 bu buradan 25'e bərabərdir. Sonra propin əlavə edəndən sonra 12% artır. 25 vurulsun 12 bölünsün 100 bərabərdir 3 artır. 25 üstəgəl 3 bərabərdir 28 olur. 28 bərabərdir. Bunlar artıq 40'dır. Amma propinin molunu bilmirəm. Özü də deməli molekül kütləsi 40'dır. Aşağıda bunların molu əvvəlcədən 1,6'dır. Propinin molunu bilmirəm və nu da buradan 0,4'e bərabər. 6-cı sualda deməli A metal üstəgəl B HNO3 A metal NO3 N C NO D H2O. Burada deməli yazıb ki, oksidləşdiricinin 25% reduksiya olub. Oksidləşdirici burada nitrat turşudur. Burada oksidləşmə dərəcəsi dəyişmir və burada reduksiya olur. Yəni B-nin C-si reduksiya olub. Bu 0,25'dir. C bərabərdir 0,25 B. Buradan B üstəgəl C bərabərdir 10. B üstəgəl C-nin yerinə 0,25 B bərabərdir 10. 1,25 B bərabərdir 10 və 10 bölünsün 1,25 B buradan 8'e bərabərdir və bura 8 yazıram. Eyni zamanda burada yerinə yazsaq C bərabərdir 0,25 vur 8 bu da 2 eləyəcək. C'nin də yerinə 2 yazıram. Artıq biz bunu tapdıq və görürsünüz ki azot müsbət 5'dən müsbət 2'yə 1 azot 3 elektron, 2 azot 6 elektron. Niye 2'ye vurduq? Niye 8'e vurmadıq? Çünki solda 8 dənə azotun deməli bu qədər, yəni bilmirəm dəqiq nə qədəri oksidləşmə reduksiyada iştirak eləmir. Amma ikisi iştirak eləyir. Yəni ona görə biz 2'ye vurduq. Aydındır? 6 elektron və oksidləşdirici nə qədər alırsa reduktirici o qədər verməlidir. Bu da 0'dan gəlib müsbət N-ə, çünki bu oksidləşməsi N-dir. Bir dənə metal N elektron verəndə deməli A, baxın bir dənə metal N elektron verəndə A sayda deməli metal nə qədər elektron verəcək? AN elektron verəcək. Təbii ki burada da biz dedik ki reduktirici nə qədər verəcəksə oksidləşdirici o qədər alacaqdır. Deməli AN elə 6'ya bərabər olacaq. Çünki dedik ki bu AN sayda elektron verəcək. Və oksidləşdiricinin aldığı reduktiricinin verdiyinə bərabərdir. Ona görə AN buradan 6'ya bərabər olacaqdır. Burada doğru cavab A6 olacaqdır. 7-ci sualda da deməli fosfit turşusu, eyni zamanda hipofosfit turşusu və orta fosfat turşusudur. A mol, B mol, C mol. Bu hamısında eynidir. Ona görə 34A üstəgəl 34B üstəgəl 34C. Burada deməli A üstəgəl B üstəgəl C, yəni ümumən 1 moldur. 34 çıxır mötərizə xaricinə A üstəgəl B üstəgəl C. 34 vur 1 bərabərdir 34 eləyir. Demək 80 qramın 34'ü fosforla hidrogendirsə yerdə qalanı, yəni 80 çıxılsın 34 46'sı deməli oksigenin payına düşəcək. Burada doğru cavab 46 olacaq.